Səbirli ol. Sonra ekspertiza rəy verir ki, Şahin Bayramovun qanında etil tapılmır. Etil bilirsiniz nədir? Bəlkə bu cəmaat bilmirsiniz, yaxşı bilirsiniz. Ona spirtli içki deyirlər. Amma Şahin Bayramovun əlində rumka tost deyir, araq içir. Ondan əlavə qardaşı da bütün hər kəs deyirdi, Şahin bu dəhşətli dərəcədə içkilidir. Bu rəyi neyiniyək? Nə cavab verəsiniz mənə? Onun axırı yoxdur. Sonra deyir ki, yalandan. O qadın düz deyir, o qadının balasının gecə yuxudan durğuzub, kim gətirib qətil, əlinə tutaq verdirtdirib, özü ilə də 3 nəfər götüzdürüb, gətirdirtdirib ora. Bunları da görməzdən gəlirsiniz. Bir belə şey görməzdən gəlmək olar. Gəlin bir də ehtimal verək. Ehtimaldan çox. Hətta doğru olsa belə, ehtimallar, fərziyyələr mənim xeyirmədir. Hətta doğru olsa belə. Çünki onlar ehtimallar fərziyyədir. Deyir ki, sənin bədən quruluşuna. Dedim, orada mənim bədən quruluşuna hamısı eləyirdi. Sonra dedi ki, kapşonkalı tutka giyinməmişdim. Dedim, mən tək kapşonkalı tutka giyinməmişdim. Hamı giyinmişdi. Sonra mən qadim nə deyir? Prokuror. Deyir, sənin əl hərəkətlərinə. Dedim, yekə kişisən. O fərziyyələr ehtimallardır. Onlar hamısı mənim xeyrimlədir. Sən 2 və daha artıq möhtəbər bir-birini təsdiq edən dəlil gətirməlisən ki, onu sübut verəsən məhkəməyə, məhkəmə məni ittiham eləyə, sənin qoyduğun iddiamdan mənə 20 il ömürlük yox, 2 dənə ömürlük verə. Amma mənə 2 dənə ömür yox, mən özümü müdafiə eləmişəmsə. Bilirsən nə tərəfdir? Qardaşım, burada ya mən qəbirstanlıqda olmalıydım, ya o. Bir bıçaq vurmuşam, o da nə tərəfi mən vurmamışam. Kənarlaşdırmaq üçün bir bıçaq burama soxublar, biri ürəyimə, tutqam deşik-deşikdir. Qaçırtmışam, mənə biz nə qədər bıçaq atılırdı. Mən deyə bilmirəm, prosta adlarım, kişiliyimə sıxışdırmıram. Mən həmin ki olmam. Qeyrətdən, namusdan danışsınız. Qeyrətsizlikdir, qeyrətlilikdir, belə 16 nəfər gəlmişsiniz, tökülmüşsünüz bıçaqla, hamı qaçmışdı, tək qalmışdım arada. Allah izin vermədi. Qeyrətə bax bunlarda. Mən qeyrətdən, namusdan danışırlar.